Uşaqlar, OTK-nın 10-cu sinif sualları izah ilə tanış olacağıq. Deməli, 7-si 12-ci ay 2025-ci ildəki suallardır bu. Sonradan izləyənlər üçün bir ipucu olsun. Bəli, 31-ci testimizdə 1-ci Göytürk dövlətinin mövcudluğu dövrünə aid soruşur bizdən. 1-ci Göytürk dövləti 552-ci ildən 588-ci ilə qədər mövcud olub. Arşaklara son qoyulub 510-cu ildə. Bu düşmür. Məzdəklər hərəkatı 481-529-cu ilə aiddir. Bu da düşmür. Kürşad üsyanı 639-cu ilə aiddir. Bu da düşmür. Ərəb xilafətinin Əməvilər sülaləsi tərəfindən idarə olunması bu da düşməyəcək. 661-də gəlib Əməvilər hakimiyyətə. Cavab elə E variantı olacaq. Bəli. 2 dənə Sasani mərcmanlığı olub. 463, 487, 510, 629. İndi bu ikincisi düşdüyünə görə biz E variantını götürəcəyik. 32-də deməli Aşina soyunu görürük, Qarluqları görürük, Uyğurları görürük və 900 görürük. Hansı dövləti deyirik? Yeni dövlətin əsası qoyuldu 840-da Qaraxanlı dövləti. Qırğızların üsyanı nəticəsində Uyğurlar süqut edib. Dəndənəkan döyüşü Qəznəlilərə aiddir. Paytaxtın Lahor olması da Qəznəlilərə aiddir. Hindistan da Qəznəlilərə aiddir. Cavab olacaq E variantı. Göstərilən xüsusiyyətlər hansı dövlətin süqutunun səbəbləridir? Baxın, dini pərakəndəliyə baxsaq biz Axund və Göytürk oxşar ola bilər. Daha doğrusu səbəb ola bilər. Amma 3 xüsusiyyətin üçünün də aid olduğu təbii ki olacaq Xəzər xəqanlığı. 34-də baxırıq, hadisə nəticələrinin yanlış verildiyi. Yeni üsulla toplanan ordunun sərkərdələrə and içməsi Romada vətəndaş müharibəsi doğrudur. Periklin strateq seçilməsi bütün Afina vətəndaşlarının iştirak edişləri doğrudur. Romada hakimiyyətin bir neçə varlı patrisi və plebeylərin əlində olması isə burada demokratik dövlətə çevrilə bilməsi yazılıb, amma bu tərsinə olmalıdır. Çevrilə bilmir demokratik dövlətə. Zadəgan Respublikası olur, aydındırmı? Deyilən və E isə doğrudur. Qədim Romada Respublika dövrü zamanı nə zaman? Eradan əvvəl 509, eradan əvvəl 27. Düzdürmü? Deyir ki, Yunanistanda başlayan hadisə. İlk Olimpiya oyunları 776-dır. Doğru gəlmir. Solon islahatları 594-dür. Drakon qanunları 621-dir. Dorilər ümumiyyətlə 2-ci milliyə aiddir. Afina və Sparta, təbii ki, uşaqlar, buradakı hadisələr eradan əvvəldir. İndi mən onları demirəm, siz özünüz bilirsiniz. Afina və Sparta arasında müharibəsi eradan əvvəl 431, 404 və həmin dövrə düşür. Cavabımız da olur E variantı. İlk Göytürk dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətlərini tapacağıq. Uyğur dövləti Sasaniləri görməyib. Bilirsiniz ki, Sasanilər 651-ci ildə süqut edib. Düzdürmü? Uyğurlar isə 744-də yaranıb. Yəni aralarında təxminən 100 il zaman fərqi var. Çinin Astara salınması doğrudur. Muğan xaqan dövründə və Moyunçurun dövründə Çin Astara salınır. Xalqların böyük köçü dövründə yaranması deyirsək yanlışdır. Nə birinci Göytürk, nə də Uyğur xaqanlığı xalqların birinci köçü dövründə yaranmayıb. Çünki nə zaman? Xalqların böyük köçü 4-7-ci əsrləri əhatə edir. Uyğurlar 744-də qeyd etmişik, Göytürklər isə 552-də yaranıb. Cavab oldu B variantı. 37-də islahat keçirilir. Qeyri-nizami ordu əvəzinə Tayfan prinsipi görən kimi biz, Səlcuq sultanı, burada kim? Məlikşah. Eyni zamanda burada vahid ölçək sistemi də var. Deyir ki, Məlikşah haqqında doğru fikir tapacağıq. Qaraxanları məğlub edərək Asvetə saldı. Cavabımız bu olacaq, bəli. Hətta vergi almışdı. Bax, B Toğrula aiddir. C Sultan Səncərə aiddir. D Alparslana aiddir. Öldürmür, onu bağışlayır. İlk vəzifəsi Anadolu da Türk torpağına çevirmək olur. Bu da Alparslandır. Tarixi proseslərin ardıcıllığı. Deməli, Türk tayfalarının Manna arasında məhdudlaşması 7-ci əsr deyə bilərik biz. 8-in sonra 7-nin əvvəli. Assur hökmdarı Aşurbanipal Manna yürüyüşü 650-ci ildir. İndi deməli, hadisələr bu dövr aralığında olmalıdır. Urartu tərəfindən işğalmış torpaqları azad etməsi bu deməli yanlışdır. Bilirsiniz ki 650-ci ildə, yəni daha doğrusu belə deyək, 600-lərdə Urartu yox idi. Artıq 714-cü ildən etibarən Urartunun Mannaya yürüyüşünə son qoyulmuşdu. Artıq arası kəsilmişdi. Sonra, bax, Urartunu yenə də gördük, çıxırıq buradan. Heç mən o hələ təfərrüatlara baxmıram. Deməli, 2 variantımız qaldı bizim. 2-yə B, 3-ə D idi. Baxırıq, Manna Assuriya dövləti ittifaqı bərpa etdi. Baxın, bərpa etməsi Aşurbanipalın 650-ci ildə Mannaya yürüyüşündən sonraki dövrdə baş verib. Yəni, Uallinin dövründə baş verib. Bunda çıxırıq, cavab qaldı E variantı. Bu qədər sadə. 39. Kadeş müqaviləsinin Misir üçün nəticələri dövlət iqtisadi cəhətdən daha da inkişaf edir və 2-ci Ramzes geniş quruculuq tədbirləri aparır. Şimal sərhədləri ilk dəfə Fərəd Sani 1-ci tutulmasının dövrüdür. Bu da 3-cü tutulmasının dövrüdür. Cavab oldu nə? B variantı. Eyni əsrdə baş vermişdir. Burada deməli, baxın, Midiya dövlətinin süqutu eradan əvvəl 550, qədim Misirin Əhəmənilər tərəfindən işğal edilməsi 525. Bunlar da nə oldu? 2 və 4. B variantı. Roma işğallarına baxırıq.
Oktaviana və Maktrayana. Baxın, bura 4 Mesopotamiya ərazisidir, 3 Misir ərazisidir, 2 Yunanistandır, 1 də İtaliyadır. Biri biz çıxdıq. Misirlə də deməli Mesopotamiyanın ərazisini gətirdiyi bura 2 çay arasını. Trayanın dövründə də bilirsiniz. Cavab oldu nə? B variantı. Misirdə eradan əvvəl 30-cu ildə Oktavian tərəfindən ələ keçirilmişdir. Sonra Spartak üsyanından fərqli olaraq Sarısaqlar üsyanına aiddir. Hakim sülalənin qüdrətinin sarsılması. İstisnasız bizim cavabımız olmalıdır. Zaten Romada bilirsiniz ki, hakim sülalə yox idi. Çində isə xan sülaləsinin qüdrətinin sarsılmasına gətirib çıxardacaq. Quldarlıq zülmünə qarşı baş verməsi Spartak quldarlığa qarşı deyildi. Quldarlıq quruluşuna böyük zərbə vurulması, bəli. Çində hətta feodalizm quruluşunun əvəz olunması nəticələnəcək. Eradan əvvəl 1-ci əsrdə baş verməsi yanlışdır. Sarısaqlar 184-204-cü illəri əhatə edir. Cavab oldu nə? D variantı. Erkən orta əsrlərə aid olan, yəni 3-11-ci əsrlərə aid olan, baxın, Alban memarlıq abidəsi diqqətli olmalıdır. Naxçıvanı buradan çıxdıq. Naxçıvan 9-cu əsrdir. Bax, Albaniya nə zaman süqut edib? 705-də. Albaniya 9-cu əsrdir, deməli aid ola bilməz. Şamaxının Sündü kəndindəki məscid də 920-ci ildir. O da erkən orta əsrlərə düşsə də Albaniyaya aid olunmur. Cavab oldu nə? B variantı. Sonra Eyler-Venn diaqramına baxacağıq. Bələnclər və 80 səhər döyüşlərində. Ərəblərlə Xürrəmlər arasında baş verən 80 səhərdir. Ərəblərin məğlub olması hər ikisindədir. Alban hökmdarı Cavanşir Sasani dövlət tərəfindən iştirak edib heç birində. Xəzərlərin qalib gəlməsi Bələncər döyüşüdür. Ərəb-Xəzər müharibələrinin daxması Bələncər döyüşüdür. Deməli, 1-ə D harda var? 2 dənə cavabımız da var. Baxırıq, 2-yə də A harda var? Burada. Deməli, D variantı. 45-də uyğunluğun müəyyəndir. Vergilər və xümüs və üşür. Deməli, müxtəlif mülkiyyət və qənimət növlərindən alınan vergilər. Bu, əlbəttə ki, xümüsə aid xüsusiyyətdir. Ramazan bayramında fitrədir. Dini vergi növü sayılırdı. Bəli, bir növ dini vergi sayılırdı xümüsdə. Yenə də baxarıq, bir dəqiqə görək. Üşürə baxaq, 9-11-ci əsrlərdə torpaqdan istifadə əvəzində alınırdı. Bəli. Yəni 2-yə biz A-nı gətirən kimi cavabımız qaldı E variantı. Əslində, bəli, xümüsü biz dini vergi kimi saya bilərik. Burada konkret yazılır ki, dini vergi növü sayılırdı. Bəli, məncə heç bir problem yoxdur. Səlcuq dövlətində hakimiyyət dövründə kəndlərdir. Bəli. Cavab olacaq elə E variantı. Müsəlman olmayan kişilər bu ciziyyədir. Bunun adəti yoxdur. 46-da 5-ci əsrin ikinci yarısı, yəni nə zaman? 451-dən sonraki hadisələrə baxacağıq biz. Yeni xristian əlifbasının tərtibi bu Asvagenin dövrüdür. Asvagen isə 5-ci əsrin birinci yarısında hakimiyyətdə olub. Xristianlıq ilk dəfə rəsmi din olub Urnayrın dövründə 313-cü ildə. Bu da çıxacaq cavablardan. Müəyyən müddət Sasani mərzbaları tərəfindən idarə olunması, bəli, 463-487-dir. Bu ikinci yarısı eləyir. Deməli, ikinci yarısı. Əhalinin siyahıya alınması da məhz bu dövrdə siyahıya alınma keçirilib. Amma uşaqlar, burada bir məsələ var ki, hal-hazırda təzə nəşrdə, mən səhv eləmirəmsə, bunu çıxardıblar. Bu məsələ yoxdur. Və cavablardan tərslikdən 3 də var, 3-4 də var. Yəqin ki, köhnə nəşrdən tərtib olunub. Cavabı biz 3-4 olaraq götürə bilərik, heç bir problem olmaz. 47. Göstərilən hər iki xüsusiyyətin aid olduğu paytaxtların soruşur. Deməli, 10-cu əsrdə yaranan 2 dənə dövlətimiz var bizim, 3 dənə. 941, 971, 981. Yəni Salari, Şəddadi, Rəvvadi. Düzdürmü? Ərazide Oğuz deyən kimi Salari getdi, haqqın rəhmətinə qaldı Rəvvadilərlə Şəddadilər. Onların da paytaxtı 1 Gəncə, 2 Təbriz. Cavab oldu C variantı. Sonra Tunc dövrünə aid deyil, tayfa başçılarının ilahiləşdirilməsi aiddir. Kişi əməyi aiddir, toxa əkinçiliyi aid deyil. Toxa əkinçiliyin geniş yayılması hətta Enolit dövrüdür. İnsanlar tayfalarda yaşayıb doğrudur. Müharibə və hərbi işinin də əsas məşğuliyyət seçilməsi son Tunca aid etmək olar. Sonra bu da sadədir. Baxın, burada bax olar 2-ni çıxırıq biz cavablardan. Çünki 12 lövhə qanunlar Romaya aiddir. Burada da falanqanı çıxırıq. Romada legion adlanırdı. Cavab qaldı A variantı. Uyğunluq pozulmuşdur deyir. Şəddadilər dövləti alan tayfalarına qarşı müdafiə tədbirlər görüb, bəli, bilirsiniz ki, xəndəklər qazılıb, hasarlar tikilib, Gəncə qala qapıları hazırlanıb, düzdürmü? Gəncə qala qapıları. Burada yazmışıq, qulaqlar kimi yazaq. Biraz səliqəsizdir, nəzərə alarsınız. Rəvvadilər dövləti Oğuzların ölkə arasında yerləşməsinə şərait edir. Bu da doğrudur. Deməli, baxın, 1-2-ni çıxırıq cavablardan. Şirvanşahlar dövləti Məzərilər sülaləsinin hakimiyyət dövləti Səlcuq. Xeyr, uşaqlar. Baxın, Səlcuqlardan asılı düşün 1066-da. Məzərilər isə hakimiyyətə gəlib 1027, daha doğrusu 1027-də gedib və 1382-də
82-yə qədər hakimiyyətdə olan Kəsranilər sülaləsi idi bu dövrdə. Deməli, Məziədlər sözü yanlışdır orada və cavabımız olmalıdır. Baxın, 3-ü də gətirdiyi cavaba oldu D variantı. Salarilər dövləti doğrudur. Mosul hakimi bu 944-cü il hadisələri bilirsiniz. Slavyanların məsələsi. 5 yanlışdır. Bəli, 944-də Sazilər dövləti yox idi, artıq süqut etmişdi. Deməli 3 və 5 oldu. Sonra 51, düzdürmü? 51-ci testimizdə Axund dövlətinin Albaniya dövlətinə oxşar Qəznəli ilə fərqini. Mən bunu həmişə uşaqlara deyirəm, sizə də deyim. Bu testləri 2 hissəyə bölün. Oxşar cəhətini tapaq sonra. Baxın, Axund görürəm, ərəb xilafətini çıxıram buradan. Çünki Axund 567-də süqut eləyib, ərəb xilafəti o dövrdə yox edir. Ardın oxumuram heç. Sasanilərlə mübarizə aparıb, baxırıq, Axund aparıb Aksuvarın dövründə, Aksuvarın. Albaniyada istisnasız Sasanilərlə mübarizə aparır. Qəznəvlərdən fərqi oldu mu? Oldu. Deməli, düzgün cavab oldu. B variantı. Hindistan Axundlara aiddir. Xalqların böyük köçü Axundlara aiddir. Bizansla diplomatik əlaqə Albaniyaya aiddir. Sonra Şəddadi hökmdarının fəaliyyəti. Gəncə ətrafında feodal mülkləri ləğv edən və xudafərini görən kimi biz bura kimi əlavə edirik? Əlbəttə ki, Fəzili bin Məhəmmədi. Fəzli bin Məhəmməd də Gürcü və Xəzərlərə qarşı mübarizə aparıb. Düzdürmü? Bu biraz səliqəsiz oldu. Bax, indi oldu əla. Sonra 53. Bizans imperiyasına aid olan doğru cavabları tapacağıq. Bizans imperiyası 395-ci ildən 1453-cü ilə qədər mövcud olub. İmperator Justinian ərəb. Aha. Baxın, görürsünüz, yenə də istifadə edirlər. Ərəb İmperator Justinian 6-cı əsrdə hakimiyyətdə olub. 527-565. Ərəb xilafəti 630 yaranıb. Bax, bunun arxasını oxumayın da. Bunu yəqin ki, müəllimləriniz sizə deyir. Vaxt itirməyin. Xalqların böyük köçü nəticəsində ərazilərin çox hissəsi itirib, doğrudur. Sasanilərlə sülh müqaviləsi 532-ci ildə Justinian dövründə doğrudur. Avropanın dövlətlə ticarət əlaqələri bu da doğrudur. Slavyanların imperiya arasında məskunlaşması nəticəsində quldarlıq qaydaları möhkəmlənmir, əksinə zərbə vurulur. Cavab oldu 2, 3 və 4. Xronoloji ardıcıllıq. Kanidi eradan əvvəl 36-dır. Pompey 66-65'dir. Adrian bizim İran 2-ci əsridir. Atropatena da 20-ci ildir. Nə olacaq cavab? 2, 1, deməli 3, yox 2, 1, 4, 3. 2-4. 55. Manna hökmdarı İran hakimiyyət dövrünə aiddir. Asuriya ittifaq doğrudur. Bütün cənub torpaqlarının hakimiyyət altında birləşməsi doğrudur. Sirdakka deməli Ulusuniya aiddir. Bu Ahşeriyə aiddir. Qədim Mannanın şərqi müddəli. Bu da doğrudur. Cavab olacaq 1, 2 və 5. Bunlar asan suallardır. İkinci Göytürk hökmdarı Bilgə Xaqanın hakimiyyət dövrü. Bilgə Xaqan 716-734-cü ildə hakimiyyətdə olub. Çin üzərinə uğurlu yürüş edib və Mərkəzi Asiyada olan türk tayfaları dövlətə tabe edib. 1-2. Qərb İstəmi Xaqan 1-ci Göytürkdədir. Bizansla diplomatik belə İstəmi xana aiddir. O da 1-ci Göytürkdədir. Bunları çaşdırmaq üçün yazıblar ki, bəlkə çaşıb 3-4 götürərsiniz cavabı. Amma cavab nə olacaq? 1-2. Birdən çaşarız. 1-2. 57. Azərbaycan şimalda yeni dövlət yaradılır. Əlləşgəri, Şəddadilər dövləti. Xəlifənin göndərdiyi qoşunu 917-ci ilə məğlub eləyir. Yusif ibn Əbüsac. Xəzər dənizə ticarət gəmiləri Mərcban ibn Məhəmməd, Türk mənşəli Kəngərli Mərcban ibn Məhəmməd, Reylə samanlardan alan Yusif ibn Əbüsac. Mənbəyə baxaq. Deməli, Böyük Hun dövləti dağılır. Hunların böyük hissəsi Sasani dövlətlə mübarizə aparan Hunlardır. Sasanilərlə mübarizə aparan Hunlar 500-cü ilin ortalarında Sasanilərə qarşı. Aha, baxın, Türkistan. Burada söhbət Axund dövlətindən gedir. Herat tabe edildir. Herat. İndi mətndə bəhs olan dövlətin Sasanilərə qarşı baş vermiş hansı hərəkat? Məzdəkilər hərəkatı. Bu sadə sualdır. Aksuvar xanın dövründə. Düzdürmü? Aksuvar xan. Sonra tarixi biliklərində əsasən mətndə bəhs olan dövlətin adını yazdıq. Axund. Bu dövlətin 5-ci yüzüstəki adını, bu da Eftar xanın adı ilə Eftalidlər. Bu da getdi. 60-da deyir mətndə bəhs olan dövlət neçənci ildə? 567 və ya əsrdə 6-cı əsr. Kim tərəfindən son qoyulur? Sasani və Göytürk. Belə uşaqlar, izlədiyiniz üçün təşəkkür edirəm.